Budur ki, insan öz qəlbinə əsir olmasın, qəlbinə hakim olsun. Qəlbini tərbiyələndir, sonra nə qədər istəyirsən faydalan qəlbindən, ləzzətini də al. Hamı deyir ki, ürəyim istəyən eləmək istəyirəm. Dinlə dava burada düşür. Cəmaatın dinlə davası ya dindən qaçmağı bu səbəbdən olur ki, deyir, ürəyim istəyən eləmək istəyirəm. İstəyirəm, ürəyim istəyən kimi yaşayayım. Və burada elə hesab edir ki, bu dinlə düz gəlmir. Din nə deyir adama? Din deyir ki, qəlbini tərbiyə elə, sonra qəlbini baş üstədir. Ürəyin istəyən kimi yaşa. Qəlbi tərbiyə eləyəndən sonra, elə ürəyin istədiyi kimi, necə istəyir ürəyin, elə yaşa. Qəlbə baş üstə deyə bilərsən rahat. Tərbiyə olunmuş qəlb, yaxşı şeylər istəyəcək səndən. Sən də istədiyin kimi yaşayacaqsan, keyfin istəyən kimi.